Her sefer mən başqa rütbə bədəndə bir insan. Sənin indi hünərin var, gələn dəfə mənə qəşəng cavab vermə. 22 dekabrda nə 66-dır? Ay Elmir, bizdə qışda temperatur soyuq olmur, donmuruq soyuqdan. Bəli, donmuruq. Yox, mənim çox isti olur. Hə, sən harda yaşayırsan? Şirlankadasan? 100 qəd. Onda mənim 80. Şərq, qərb, əks, qütblər. Toplayırıq mənim. 120. Toplayırıq. Eləyir 120, neçəyə vururuq? 111 mart tarihi düşər. 23.5. Yoxdur burada. 23.5 deyə bir şey yoxdur. Sən ol. Sən. Şimal mülayim, sən mülayim. Şimal, tropik, mülayim, qütb. Ona görə sən bilmədin, sən saxlayın. Nədir, 2 gündür sən tarix dərsindəsən? Çünki üstünü bilən deyil. Nətər, yəni tarixi yazırlar, coğrafiyanı yazmırlar, o nə deməkdir? Yəni elə yoxdan əməyəm. Sənə 150 balı coğrafiya gətirir bu arada, xatırladım. 3-cü qrup da var. Hə, doğrudan bu 3-cü qrupdur. Yəni bu sınağı yazmayacaq. Bəli, deməli bir dənə tropik işıqlama qurşağı var, 2 dənə mülayim var, 2 dənə qütb var. Hansı bucaq altında düşməlidir? Əlbəttə ki, böyük bucaq altında. Bəli, böyüklər. 75, 60, 85. Yəni bu var altında. Qış fəslində günəş hansı enlikdə zenitdə olur? Cənubda. Neçə dərəcə cənubda? 23.5. 23.5 cənubda. Və salam. Deməli daha böyük bucaq altında düşən cənub yarımkürəsində olan məntəqələr olar. Kiçik bucaq altında günəşdən uzaq olanlar. Bir də deyirəm. Birinci günəşin düşmə bucağını tapdıq. Deməli enliyi tapdıq, daha doğrusu düşmə bucağına əsasən 60-a əsasən ki, düsturumuz nə idi? Ekvatorda zenitdə olanda 90 çıx E. 90-dan 60-a çıxdıq, tapdıq ki 30. Ekvatordan da ekvator 30 dərəcə şimalla cənub eyni qədər uzaqlıqdadır. Və burada da deyir ki, eyni meridianın üstündədir, yəni eyni xəttin üstündədirlər bunlar. Ona görə aralarında dərəcə fərqini tapdıq. 30-dan 30-u topladıq, 60, vurduq 111-ə. 6660 bu oldu həqiqi məsafəmiz. Xəritədəki məsafəni bizdən istəyir. Həqiqi məsafəni bölürük miqyasa, yəni 200-ə, tapırıq xəritədəki məsafəni. Və salam. Topladığımıza görə şimal olur yoxsa cənub olur? Yenə topladığımızda cənub tropikində bəli. Bəli. Çünki cənub tropikində zenitdə olanda hansı fəsil olur bizdə? Qış fəsli olur və günəş də kiçik bucaq altında düşür də, bizdən uzaqda olur günəş. Nurcan sənə bir dənə məsələ verirəm. 21 mart tarixidir. 35 dərəcə şimal enliyinə günəş nə qədər bucaq altında düşər? 35 çıxırıq. 90-dan 30 çıxanda 60, 55. 55 dərəcə. Sıfır tarixi nöqtə adlananlar idi. Ay, sağ ol. Sərt kimi istifadə olunur. Sərt kimi istifadə olunurdu, müstəvi yer kürəsinə toxunurdu və toxunma nöqtəsində təhrif 0 idi. Stana su yolunu kim kəşf eləmişdi, bilirsiniz? Vasco da Gama. Vasco da Gama. Bilirlər bunlar. Vallahi.